10-cu bina, 114-cü mənzil, təmiri başa çatmış, müştəriyə təhvil verdiyimiz. Bura mənzilin giriş hissəsidir. Birinci yataq otağıdır və ümumi qonaq otağıdır. Girişdə mətbəx hissəsi, ümumilikdə yer, isti pol təchiz olunubdur. Buranın gözəl təmiri olubdur. Çılçırağına qədər biz təmin etmişik, qapıdır biz təmin etmişik. Fikir verirsiniz, burada da stiksiz aboylardan istifadə olunubdur. Gözəl dekorativ aboydur. Burada girişdə bir dolab yığılıbdır. Ümumi sanitar qovşaqda dekorativ kafellərdən istifadə olunubdur və sadə kafellərdə vurulubdur. Kəsim, fikir verdikdə kəsimlər çox qəşəng səliqəli kəsilibdir. Montaj olunan avadanlıqlar çox səliqəli formada montaj olunubdur. Mənzilin qonaq otağıdır. Burada da aksesuarlar hamısı quraşdırılıb bizim tərəfimizdən. Hətta pərdəsinə qədər. Kondisionerdir şirkətimiz tərəfindən quraşdırılıbdır. Çırçılaq və s. bunlar hamısı bizim tərəfdən quraşdırılıb. Burada da fikir verdikdə girişdə parokdan istifadə etməmişik. Stiksiz aboylardan istifadə olunubdur. Heç nə bilinmir, dekorativ aboylardır. Gözəl şəkildə ustalarımız bunu işləyib. Baxdıqda çox səliqəli, gözəl təmir olunubdur bura.